Və bu yolu getməyə seyr-suluk deyirlər, əxlaq alimləri, ariflər. Seyr-suluk kəlməsi burada işlənir. Və bu seyr, yəni bu yolları seyr eləmək, bu seyrə çıxış, bu seyr batində baş verir, insanın daxilində baş verir. İnsanın daxili aləmində proseslər baş verir. Düzdür, bu yolda insanı müəyyən maniyələr gözləyir, çətinliklər gözləyir. Çətinliyin biri gedir, o birisi gəlir. Bəzi xüsusiyyətlər var ki, o yolu getməkdə insana ayağından yerə çəkir. Bəzi zehniyyətlər, təfəkkürlər o cürünə, bəzi adət, ənənələr o cürünə. Ki, o maniyələri aşmalıyıq, o maniyələri keçməliyik. Və bu arada 3 dənə qeyd elədik. Biri budur ki, biz ictimai yaşayıb bu yolu gedə bilərik. İctimai yaşayıb bu yolu gedə bilərik. Yəni, belə deyək ki, təcrid olmalıyıq bu yolu getmək üçün, cəmiyyətdən qopmalıyıq, əsla. Yəni, biz cəmiyyəti içində ola, öz işimiz, peşəmiz ola, karyeramız ola, hər hansı bir sahədə olsaq da belə ki, indi o ilahi çıxarların içərisində. Biz bu yolu gedə bilərik və elə yolu bu cürünə gedə bilərik. Başqa təcrid olsa, heç bu yolu gedə bilmərik. İkinci dedik ki, həyatın bütün anlarını bəndəçilikdə keçirməlisən. Bəndəçilik deyəndə yalnız namaz ya da düşməməlidir. Hələ işində də ibadət eləməlisən, işin də ibadət olmalıdır, daha dəqiq desəm. Yuxun da ibadət olmalıdır, söhbətin də ibadət olmalıdır, itaətin də. Hər anın səni Allaha yaxınlaşdırmalıdır. Hər anın səni kamil insan olmaq yolunda əlindən tutmalıdır sənə. O istiqamətdə hərəkət eləməlisən ki, hər anın çevrilsin seyrə, ilahi seyrə, bu yola. Üçüncü məsələ bunu dedik ki, əsas məsələ əməlin ruhudur. Əməlin ruhuna diqqət eləməliyik. Əməlin şəkli öz yerində, kəmiyyəti öz yerində. Kəmiyyəti demirəm az olsun, amma bu çoxla yanaşı da gələk biz onun ruhuna diqqət ayıraq onu. Bu əməlin ruhu, batini daha mühümdür. Bunu yaddan çıxartmayın. Ola bilər 2 nəfər, ikisi də nəsə verir, cibindən çıxardır, kiməsə nəsə verir, şəkilləri eynidir, kəmiyyətləri eynidir, amma batinlər tam fərqlidir, tam fərqlidir. Ruhlar tam fərqlidir. Başa düşürsünüz? Hətta ola bilər ikisi nəsə verir, hətta Allahın yolunda verir, biri canı dildən verir, o biri isə dərdinə dəyməyəni götürür, verir. Başa düşürsünüz? Yenə də verir. Məsələn, bir var ya, xarab olaydı, evdə qalaydı. Yox, qoymadı xarab olsun, gətirdi, verdi Allahın yolu kimi. Bir də var, fərqi var da, bir insan canı dildən eşqlə nəsə edir. Məhəbbətlə, şövqlə nəsə edir. İkisi də nəsə edir, düzdür. Amma inanın Allaha ki, nə qədər fərqi var onların. Çünki ruhları, əməllərin ruhu çox fərqlidir. Bunu dəqiq bilin. İlahi rizayət və ixlas çox mühüm məsələdir. Bunu çox çalışaq. İxlas, Allahın razılığını qazanmaq. Düzdür, həmişə indi belə olmayacaq. Biz yıxılırıq, büdürüyük. Orada ümidsizləşməyin. Ümidsizləşməyin. Ruhdan da düşməyin. Allahdan kömək istəyin sadəcə. Allah, mənə kömək elə, mən bu cür yaşaya bilim. Ən azı o zəhniyyətlə, o fikirlə, o amalla yaşayın. İndi hərdən yıxılarıq, hərdən durarıq, amma bu fikirdən dönməyin. Yaxşı, bu fikirdən dönməyin. İllah, mən lütf elə, sənin üçün yaşayayım, sənin razılığın üçün yaşayayım. Bura qədər məlum dediklərim. Amma burada bir neçə tohid dünya görüşü ilə bağlı bir fikir söyləməliyəm sizə ki, bu fikirləri siz bilməsəz, bunları anlamadan bu yolu getmək qeyri-mümkündür. Qeyri-mümkündür. Ya yarı yolda qalacaq, ya yoldan çıxacaq. Başa düşürsünüz məni? Bunları bilməliyik. Etiqadi mövzulardır bunlar. Ümumiyyətlə, bütün mövzular dini mətinlərimizdə əxlaq, hüquq, fiqh, şəriət, hamısı qayıdır etiqada, əqidəyə. Əqidə də gəlir deyənir tohiddə. La ilahə illallahdır. Yəni, la ilahə illallah açanda ilahi buyruqlar, əxlaq və s.
yığcam şəkli olur la ilahe illallah. Bu çox mühümdür. Yaxşı. Nədir o fikirlərdən biri? Elə Quran ayəsindən sizə deyirəm. Allah Teala Quranda buyurur ki: "Və lillahil məşriq vəl məğrib. Fə eynəmə tuvellu fəsəmmə vəcihullah. İnnallaha vasiyun əlim." Bəqərə 115. Hərdən açıb bu ayəyə baxın. Deyir, məşriq də onundur, məğrib də onundur. Əslində demək istəyir ki, hər şey ondur. Məşriq ondur, məğrib ondur, başqası sən mənim dörü. Hər şey onundur. Sadəcə misalda, yəni məşriq onundur, məğrib onundur, hər şey onundur. Yəni külli aləm o mülküdür. Baxışdır da bu. Külli aləm nədir? Onun mülküdür. Bu da bir mövzudur. Bunun haqqında qısa izah verirəm sizə. Bir var həqiqi malikiyyət, bir də var etibari şərti. Həqiqi malikiyyətdə, o mülkiyyətdə, mülk malikdən heç vaxt ayrılmır, həmişə ondandır. Həqiqi malikiyyət odur, həmişə ondandır. Həmən mülk, həmişə həmən malikdədir. Heç vaxt ondan ayrılmır. Aydın olacaqsa nə demək istəyirəm. Bir də var şərti malikiyyət. İndi mənimdir. Nə saatım var, tutaq ki, indi mənimdir. 5 gündən sonra ehtiyacım oldu, götürdüm, satdım, verdim, oldu sənin. Yaxşı. Buna deyirlər etibari şərti. Nə mənada? Ya bugün sənindirsə, sabah sənin deyilsə, elə bu sənin deyil. Həqiqi malikiyyət budur ki, həmişə sənin olsun. Heç vaxt sənə ayrılmasın. İndi gətirəm mövzunu həyatımıza. Özümüzə də gətirirsə, o aparaq mövzunu Allaha. Məsələn, mal, dövlət də belədir. Bugün sənindir, sabah sənin deyil. Diqqət edirsən, bugün sənindir, sabah sənin deyil. Ən azından elə dünya demirəm. Lap gedək o tərəfdə, öldün, dünyadan getdin. Tarzıda qoydun, getdin. Da qəbrə qoyanda sənin deyil. Bir şey ki, öləndə məndən ayrılır, elə əvvəldən mənim deyil. Mənim deyildi o. Mənim olsa da mənlə qalardı da. Dünən necə mənim idi, bugün mənim deyilsə, deməlidir mənim deyildi. Həyata bir dəngə bu gözlə bax, bu eyni ilə bax. Zahiri gözəlliyin, cavanlığın bugün var, sabah o qırış olacaq, qocalacaqsan, o qara saçın, saqqalın ağarır astasında. İndi nədir? Əlindən çıxdısa, heç onda da sənin deyildi. Onun həqiqi sahibi o idi. Onda onundursa xəyanət eləmə. Onundursa o vücudla insanları günaha salma. Və s. Diqqət edirsən. Bir şey ki, dünən sənin idi, bugün sənin deyil, heç onda sənin də olmuyor. Amma əməl necə? Mal dövlət belə, misal çəkiləndə əməllər necə? Əməllər belə deyil. Əməl indi də sənindir, öləndə də səndəndir, qəbirdə də səndəndir, bərzəxdə də səndəndir, qiyamətdə də səndəndir, cənnətdə də səndəndir. Hədisdə var, deyir insan ölən kimi malı dövlətə deyər ki, mən nə bir dənə kəfən sənə verə bilərəm, buyur, çıx, getkinə. Əməl qayıdır ki, mən səndənəm, axıra qədər arxayın ola bilərsən. Deməli, əgər bir əməl həmişə mənlədir, ona daha çox diqqət eləməliyəm, diqqət ayırmalıyam. O yaddan çıxır hərdən. Onu unuduruq. Ona Quran gör nə deyir? Leysə lil insanı illə məs-sə'a. İnsan sənin səyindir, sənin əməlindir sənə qalan. Sənsən o əməl, o səy sənin əlindən tutacaq çalışmağın. Mal dövlət bir dönəmə qədər. Deyirlər, Muaviyyə bir dönəmə gəldi, yetişdi ki, gördü, əmrasa ehtiyac var. Əmrasa ehtiyac var. Əmrası çağırtdırdı. Və məktub desən yazdı zahirən, bəli. Yazdı ki, əd'uk ilə cihadi hazər racul əlləzi əsallah. Gəl mənə qoşul, mübarizə aparaq, vuruşaq. O kəslə ki, Allahla vuruşur. Əmras gəldi, kimi nəzər tutmuşsan?
Kimdir ki o kəs ki Allahla vuruşur, mən də sənə qoşulmalıyam, onunla vuruşmalıyam. Dedi ki, o Əlini deyirəm, indi o elə deyir, Əli əleyhissalam, əleyhissalam deyə bilmirdi ki o. Əlini deyirəm, başa düşürsən. Deyir, güldü, Əmras güldü. Dedi, sən məni Şam əhlinə səhv salmaya. Yəni, Şam əhlini aldada bilərsən də, məni aldatma da. Yəni, ümumiyyətlə, niyə əlini səndən deyişməliyəm ki? Niyə? Leysə ləkə fiqhuhu və la elmuhu və la hicrətuhu və la sabiqətuhu. Nə onun elminə elmin çatır, fiqhinə fiqhin çatır. Onun kimi keçmişin yox, onun kimi sabiqən yox, onun kimi imanın yox. Mən niyə sənə deyişməliyəm onu? Səni götürməliyəm, o atmalıyam. Yəni, demək istəyir ki, balaca məsələ deyil də, yəni sənə bunun müqabilində böyük bir şey istəyəcəm. Bədbəxtdir də, yəni ikisi də bədbəxt, qoşulub bir-birinə. Dedi ki, bəs nə istəyirsən mənə? Dedi, Misirin hakimiyyətin. Dedi, yaxşı, Misirin hakimiyyəti səndə, razılaşdıq. Əmrül-Mömin Nəhcül Bəlağada deyir, وَلَمْ يُبَعِي حَتَّى شَرَطَ عَنْ يُعْتِيهَ عَلَى الْبَيْعَ السَّمَنِ. Deyir, Əmras razılaşdı, düzdür Muaviyyə ilə, pulun müqabilində beyyət elədi. Misirin müqabilində beyyət elədi. Diqqət edirsiniz. Zaman gəldi, çatdı, dillə Əmras can üstünə düşəndə, gördülər dilin altında deyir ki, kaş 30 il bundan qabaq öləydim, bu günləri görməyəydim. Yəni, nə Muaviyyəni tapaydım, nə ondan Misri istəyəydim, nə o mənə Misri verəydi. Kaş 30 il bundan qabaq öləydim. Adam elə yaşamıyor ki, axıra yaxın gələ, məsələn, tutuq ki, bir 60 ildir, yaşayıb, 50 il normal, son 10 ili xarab oldu, bədbəxtçiliyə gedir, qayda o anda deyək ki, kaş 10 il yaşamayaydım, mən 50 yaşımda gedəydim. Adam belə yaşamıyor. Vaxtı gördü ki, o boyda hektarlarla əlində olan imkanat, amma bir tə indi pabatçılar onun torpağın altına bitdi. Hektarlardan xəbər, əlamət, əsər, əlamət qalmadı. Doğrudan deyəm. Tutardı da bitdi. Gətirləri özün boyda biraz indi geniş deyilirlər ki, özləri rahat cəmaat sənə qoya bilsin. Yəni, bu qədər. Sonra torpağı da tökürlər. Ondan da bitdi, məsələ çıxdı, getdi. Tutardı bundan bu qədər də, yəni. Bundan sonra. Yaxşı. Bax, belədir. Həqiqətən belədir. Həqiqi mülkiyyət, şərti mülkiyyət. Həqiqi mülkiyyətə təxminən belə bir misal çəkdim. Əməl. Şərti mülkiyyətə misal çəkdim. Mal, dövlət. Məsələn. Yəni, mal, dövlət ki, düzgün sərf eləyəmirsən, düzgün xərcləyəmirsən. Yaxşı. Həqiqi mülkiyyətə əməli misal çəkdim. Yenə də misaldır. Həqiqi malik amma Allahdır, qutardı getdi. Bu misal idi. Həqiqi malik Allahdır. Mən necə sahib ola bilərəm? Biraz da qoy açım sizə mövzunu. Mən necə sahib ola bilərəm, malik ola bilərəm? Deyə bilərəm, sənə nisbət bu mənimdir. Bu üzüyü sənə nisbət mənimdir. Yaxşı? Sənə deyir ki, mənimdir də. Bunu sənə deyə bilərəm, ona deyə bilərəm. Bu onundur. Mən onunam. Sənə nisbət mənimdir, ona nisbət mən onunam, o ki qaldı mənim üzüyüm. Ona Allah Teala buyur, atuhum min malillahilləzi atakum. Mən verdiyimi verin. Mövzunu neynəməsi? Tohidi dünya görüşü verir də mənə. Yəni, səndə olan nə vara, o sənin dövrdə, mənim yolumda xəricdə. Demirəm ki, sən özünkini xəricdə, məndə, mənimdir, ver. Düzdür, ona nisbət hələ ki sənindir. Amma mənə baxson mənimdir. Baxışlar fərq edir. Hardan baxırıq məsələyə? Məsələ odur. Belə qalsa hər şey onundur. Biz də onunluq, aləm də onundur. Ona aid olanları infaq edirik. Onun məsləhət bildiyi yerə infaq edirik. Bir də misal belə çəkirlər, maraqlı deyirlər. Bir bağın yiyəsi var, sahibi var, bağban tutub ona tutaq ki, aya 1000 manat verir. O da onun bağına baxır. Gülünə, çiçəyinə, meyvəsinə. Bağın yiyəsi də hərdən bağa gəlir. Bağban da bilir ki, bu gün gələcək. Gedir qəşəng güllərdən dərir, gətirir bağban çatanda bağın qabağına deyir, buyur,
sənə gətirmişəm. Bağban baxır, nə deyir? Da demir, da bu mənim idi, bağ da mənim, gül də mənim, çiçək də mənim. Nə deyir? Deyir, çox sağ ol, zəhmət çəkdin, Allah səndən razı olsun. Təşəkkür edir. İndi bağ, bu aləm bağ misalında, bağın sahibi də o. Neyniriksə də onun bağından götürüb ona veririk, başqa bir şey eləmirik. O da bizə təşəkkür edir, yaxşı iş görəndə. Çox sağ ol, maşallah, əhsən. Biz də uşaq kimi çox aldanmışıq, elə bir daha böyük iş görmüşük. Ya biz də deməli, sən sağ ol ki, sən qəbul edin, bu sənin idi, təşəkkür eləm, mənə bura gətirmişsən, burada işləyirəm, minnətdaram, məni də qoymaya bilərdim, burada olmaya bilərdim. Bu qədər söz-söhbət var qabaqda. Bunlar hamısı yaddan çıxıb, başlayır özünə öyünmək ki, mən bunu elədim, bax. Qardaş, onun bağındasan, onun gülündənmisən. Bu baxış düzəlsə, toydu dünya görsə, çox mühümdür. Bu baxışı düzəldə bilək. Ona görə Quran nə deyir? Bütün aləm onundur. Və lillahil məşriq vəl məğrib. Bütün küllü aləm onundur. Əgər bütün küllü aləm mülkdirsə, həqiqi malik odursa, adamın batini gözü açılsa, birinci maliki görər, sonra mülkü görər. Birinci sahibi görər, sonra mülkü görər. Mülkdən qabaq odur. Çünki onun sahibi odur. Biz yalnız mülkü görürük. Niyə ki mülkü görürük? Mülkü öz mülkümüz bilirik. Biraz lap dəyişilmişik. Xoş başa düşürsünüz. Ona Quranda ayı var. Fəskuru ni'mətiyəlləti ənəamtu aleykum. Mənim neymətimi. Demir neyməti, mənim neymətimi xatırlayın. Demir neyməti xatırlayın. Neyməti xatırlayın da biraz belə çıxar ki, cibində bir neymət var, o yada salın. O cibindəki mənimdir, onu xatırla ki, o mənimdir. Həm onu xatırla, həm onun mənim olduğunu xatırla. Unutma da verilən neymətləri. Doğrudan da o qədər neymətlər. O gün bir alim danışırdı, çox təsirləndim. Deməli, bir nəfərin deyir ki, xəstəlikdir də Allah şəfa versin, göz qapağı işləmir. Baxmaq istəyəndə gözünü belə açır, salam verirdi bizə, danışır, sonra bağlayırdı, sonra açırdı belə, danışırdı, baxırdı. Deyir, heç vaxt biz bir dəfə də olsun, məsələn, bu göz qapağımızın açılmasına görə heç bir dəfə də şükür verməmişik. Amma gör nə boyda deyir, neymətdir, xırda bir neymət kimi görünür də. Deyir, amma o hər danışanda belə tuturdu, baxırdı, əlini çəkirdi, gözü bağlanırdı. Təsəvvür verirsiniz? Aləm bu cür, neymətlərlə dolmuşuq. Vəlillahil məşriq vəl məğrib. Əgər batini göz açılsa, görürsən ki, maliki var bu aləmin, mülk varsa maliki var. Birinci elə maliki görürsən. Fəeynəmə tuvəllu, ayədə fəeynəmə tuvəllu fəsəmmə vəcihullah. Hara baxsın Allaha görərsən. Hara baxsın Allaha görərsən. Hara baxsın Allaha görərsən. Bəli, çox maraqlı. Hara baxsın onu görsün. Ona görə Əhl-i Beytdə ki, bu göz var idi. Bir nəfər, məsələn, fəqir gəlib ondan nəsə istəyəndə, fəqirə nəsə verəndə, verəndən sonra əlini öpür, deyir də, əlim Allah əlinə deydi. Çünki Quran buyurur, yəxuzuhu, yəxuzu, Allah alır sədəqələri. Bu əldən söhbət getmir, Allahı o cürünə düşürtmək lazımdır aşağıya. Bəzi vaxtlar Allah elə bir vəziyyətdə təqdim olunur ki, elə cür şəkildə təbliğ olunur ki, əli belə, ayaq belə, bu belə. Allah cisim deyil, materiya deyil. Yəni, o batindən söhbət gedir. Bu aləmin batinini baxsa, onu görürsən ki, fəqir bu dünyada aldı. Batinində baxsan, Allah aldı əlindən. Ona görə əlini öpürdü, əlini öpürdü. Adam orada həqiqi maliki görür. Maraqlıdır. Biz namazda hər gün deyirik, Məliki yevmiddin. Məliki yevmiddin nədir? Qiyamət gününün sahibi sənsən. Güya buranın sahibi kimdir ki? Biz orada niyə deyirik? Burada demirik. Qiyamət. Çünki orada, qiyamətdə hamı baş düşəcək ki, həqiqi mülkün sahibi odur. Burada hələ anlamır. Orada Allah sual verəcək məhşərə. Məhşərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab vermək üçün gəlin mən öz dilimə sahibi olum. Deyim ki, sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verin görüm. Heç kəs danışmır.
Olur hərdən yuxuda qışqırmaq istəyirsən, qışqıra bilmirsən, danışmaq istəyirsən, danışmaq istəyirsən, danışa bilmirsən, qaçmaq istəyirsən, qaça bilmirsən, vurmaq istəyirsən, vura bilmirsən. Sahibi var. Hələ xatırladılar, belə yüngül var, malikim var, sahibim var. Orada bu qiyamətdə bu baş verir. Bütün məşşərə verilən sual, limənil mulk. Sükut. Cavab özü verir Allah. Lillahil vahidil qəhqar. Mənəm bu aləmin sahibi. Anladınız indi? Ariflər bu dünyada bunu anlayır. Məsumlar bu yolu çəkib, bu xətti deyib. Küllü aləm odur. Niyə görə deyirik əlhəmdülillah? Bütün həmdlər sənə məxsusdur. Yəni əslində nə tərif eləsələr mənə, mən də onunam, sənə gedir çatır. Mənə deyirlər. Bax, indi inşallah Ramazan ayı gələcəkdir. Gələn ay Rəcəb ayı girir. Düz. Ramazan ayında iftarlarda əyləşirik də. İftarda əyləşəndə nə deyirik? İftar vaxtı. Ən xoşladığımız dua. İlahi ləkə sumtu. Bunu əzbər bilir çoxsu. İftar vaxtı oxunan duada. İlahi ləkə sumtu. Sənin üçün oruç tutdum. Və ələ rizqi ki əftartu. İndi ruzunla iftar edirəm. Axı, nə deməksən orada? Deməksən ki, ilahi düzdür bu evin yəsi mənə qonaq çağırıb. Mən onun qonağıyam, amma sənin süfrəndə əyləşmişəm. Süfrə sənin süfrəndir. Düzdür onun qonağıyam, sənin süfrəndə əyləşmişəm. Küllü aləm onun süfrəsidir. Ariflərin bu xüsusiyyəti var ki, kəsrətin içində vəhdəti görə bilirlər. Çoxluğun içində onu görə bilirlər. Təkcə də onu görüb kəsrəti də qoymurlar kənara. Təşəkkür də eləyə bilirlər. Təşəkkür edirəm sən qonaq çağırmısan, amma şükür eləmə Allaha ki, süfrəsində əyləşdirdi məni. Təşəkkür də var, şükür də var. Arifin işi budur. Görə bilir o kəsrətin içində vəhdəti. Bihəvlillahi quvvəti əqumu əqud. İlahi, mən sənin gücünlə, qüdrətindən yerdən qalxıram, mən özüm kiməm ki? Hara baxsan, eynəmə tuvəllu fəsəmmə vəcihullah. Allahın vəcihin görərsən, əsmaullah görərsən, Allahın adlarını görərsən. Bu cürlə baxanda bu adama nə kömək edir? Lazım cəmiyyətə təcrid olasan. Çünki hara baxsan zaten Allahı görə bilərsən. Yəni, aləm maniyə deyil ilahi yolda hərəkət eləməyə. Aləmə Allahın mülkü bax. Bir müddət sonra Allah bir lütf eləyə, bu aləmin bir batinini göstərə. Görürsən ki, fəsəmmə vəchullah, hara baxsa vəchullahdır ki. Sonra necə bitirir ayəni? İnnəllaha vasiyun əlim. Allahın vüsəti bi intihadır, intihasızdır. Hər yeri bürüyür. Bir sözlə, küll aləm ilahi nişanədir. İlahi nişanə. Huvəlləzi yurikum ayatihi. O Allahdır ki, sənə göstərir ayələrini. Ayə nə edirlər? Ayə nədir? Ayə nişanə. Yəni ona baxanda onu görürsən. Düz. Allahdan istək edir ki, Allah göstərsin sənə aləmin ayə olduğunu. Sən yalnız təbiəti görürsən. Materialist kimi baxsan, yalnız təbiətdir. Biraz filosof kimi baxanda görsən, xilqətdir, xaliqi var. Biraz da adam deyir, batinin təmizləyəsən, qəlbin gözü açılanda, arif olanda görür ki, ayədir, nişanədir. Küllə aləm onu göstərir. Biri deyir təbiətdir, biri deyir xilqətdir, biri deyir ayədir. Allahdan isə o ayələri göstərsin, deyir. Mühüm odur. Əmir-ül-Möminin bir dənə sözünü deyim sizə. Deyir, hər şeydən öncə, hər şeydən sonra, hər şeylə, hər şeydə Allahı gördüm. Hər şeydən öncə məbdə, Allah, əvvəl, xaliq, onu gördüm. Hər şeydən sonra məad, son, rücu, getdiyin yer, onu gördüm. Hər şeylə onu gördüm. Vahva məakum eynəmakum. Harda olsun Allah səndə. Hər şeydə onu gördüm. Yəni o Allahın ayəsidir, nişanəsidir. Bu Əmir-ül-Möminin sözüdür. Mübarək sözdür. Bax, səndə, məndə bu potensial var. Düzdür, oturduğumuz yer dünyadır. Amma bu qədər gücümüz, qüdrətimiz var ki, göyü yerə gətirək. Səmanı yerə gətirək. Yeri behişt edəyək, yeri behişt edəyək. Hədislərdə var, möminlərin yığışdığı yer behiştdir.
Nə deməkdir bu mənası? Yeri çevir behiştədə, bu gücün var sənin. Göyü yerə gətir. Yerdə ilişib qalma. Samanı gətir yerə. Yaxşı mənada. Yer elə behişt. Və yaxud ərşilər, qalx yerdən. Mümkündür, mümkündür. Adam hər şey ayə görə Allahın ayəsi. İndi burada bəzi məsələlər qabız, məzəmmət olunmuş dünya necə görək ayə kimi və şər mövzular, bunun haqqında danışmağa dəyər başqa vaxt. Amma bu cürünə baxışın ola. Quranda bir nəfərə, bu son sözümdə bitirirəm bu cümlə. Quranda bir nəfərə Allah Taala şəkur deyib, Nuh peyğəmbərə deyir. Demirəm bizim peyğəmbər şəkur deyil, amma bu ayə bir dənə bizim Nuh peyğəmbər üçün keçib. Çünki bizim peyğəmbər şeydir də belə deyək, əşrəful kainatdır da, kainatın üstünüdür də, söz ona deyil. Hər halda imamətin özündə də bu xüsusiyyət var. Amma Quranda bir dənə yerdə keçib şəkur kəlməsi bir insana, Nuh peyğəmbərə, İmam Baqirə sual verirlər ki, niyə şəkurdur onun ləqəbi? Çox təşəkkür, şakir yox, çox təşəkkür edirəm. İmam Baqir deyir ki, onun bir dənə zikri vardı ona görə. Deyirlər, hansı zikir? Deyir, bu zikir budur. Ma bi min ni'mətin ov afiyyətin fi dinin ov dünya fə innəha mink vəhdəkə la şərikə ləkə. Tərcümə edirəm sizə. Hər gün deyərmiş Nuh peyğəmbər, bu neymət, lütf, dünya ilə bağlı, dinlə bağlı, axirətlə bağlı. Hamısı səndəndir. Hamısı səndəndir. Sən təksən, sənin şərikin yoxdur. Bu gözə baxışa bax. Baxışa bax. Adam bütün fikirlərini deyir. Buna deyirlər, tohid əfali də var bu kəlam elmində belə bir mövzu. İnsan bütün fikirlərini deyir. Bu baxışı düzəldə bilir insan. Fəeynəmə tuvallu fəsəmmə vəcuhullah. Hara üzü çevirsən, Allahın vəcihini görərsən. Əsma görərsən, Allah adı görərsən. Bütün aləm onun mülkidir. Xilqət onun mülkidir. Buna başa düşəsən. Və aləm ayədir. Bunu anlayasan. Nişanədir. Bu yolda çox lazımdır. Belə baxanda məsələləri da ictimai yaşamaq səni ilahi yolda maniyə deyil. Başa düşürsən ki, elə bu seyri sulukda yol buradan gedir. Hələ ki bu qədər, inşallah gələn söhbətlərimizdə danışarıq. Vəlhamdülillah, Rabbil aləm.